gürültülü alkışlarınızla bu səhnəyə Azərbaycan Respublikasının xalq artisti Mübariz Tağıyev dəvət edirik. Yada sal məni, sən gələndə arzular və bir çox bu cür məşhur və zövq oxşayan ifalar. Azərbaycanda rock deyəndə ilk ağla gələn ad məhz Mübariz Tağıyevdir. Bugün Xətai rayon sakinləri Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Xətai rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Mübariz Tağıyevlə görüşüblər. Qonağımız var, bugünkü qonağı Mübariz Tağıyevdir. Xətai rayon Heydər Əliyev parkında keçirilən tədbirdə rəsmilər, mədəniyyət işçiləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Görüşdə xalq artistinin həyat və fəaliyyətindən, Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən danışılıb, musiqilər ifa olunub. Ey hana torpağım müqəddəs vətən, mənim kanımdan çox sevdiyim sənsən, tarix yaddaşımsan. Hər bir görüş tamaşaçı ilə sənət adamı üçün bayramdır. Bu gün də bir bayramdır. Belə həyatdır, gəlir, gedir ya bu səhnədə, ya o səhnədə, ya xaricdə. Hər zaman gənclərə dəstək olan xalq artisti bu dəfə də onlar haqqında danışmağı unutmadı. Çoxları fikirləşir ki, Azərbaycan incəsənəti biraz nəyəsə belə laxlayır. Xeyr, əksinə gənc nəsil gəlir, çox güclü nəsil gəlir. Bunlara kömək eləmək lazımdır sadəcə. Estrada aləmində də görürsünüz, yeni rock kollektivlər görürsən, başlanıbdır artıq. O Rəşidlər də gələcək, Niyazilər də gələcək, Müslümlər də gələcək. Çox güclü səslər var bugünkü günü.